Bismillahirrahmanirrahim. İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lahu ve men yudlil fela hadiye lahu ve eşhedü en la ilahe illallah vahdehu la şerike lahu ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Elhamdülillahi'llezî radiyal İslam lil mu'minîne dînen ve nasabel edillete ala sihhatihi ve beyyanaha tebînen ve garaset tevhîde fî kulûbihim فأثمرت بإخلاصه فنونا وأعانهم على طاعته هداية منه وكفى بربك هاديا ومعينا اللهم صل على محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد وبارك على محمد وعلى آل محمد كما باركت على إبراهيم إنك حميد مجيد. Değerli kardeşlerim, hürmetli Müslümanlar. Geçen dəfəki dersimizin bir təkan olaraqdan, yəni bir məna olaraqdan, yəni ardısıdır. Əvvəlki mövzumuzda oldu ki, əmr sahiblərinə itaat etmək. Bu bizim dinimizin buyruqlarındandır. Yəni olmazsa olmazlarındandır. Bir cəmiyyət, bir xalq vardırsa, mütləqdir ki, onun bir idarəçisi olmalıdır. Mütləqdir ki, onun bir idarəçisi olmalıdır. Və nizamın qurulması, ortalıqda qarışıqlığın aradan qalxması üçün mütləqdir ki, bir rəhbər, bir başçı təyin olunmalıdır. Bu nə gözəl olardı ki, Allah Subhanahu wa Ta'nın dininə xidmət edən insanlardan olardı. Amma ki, yoxdursa, biz ona qarşı çıxmaq, onun dəyərini salmaq kimi, bu kimi sözlərdən istifadə etmək həm ağıl cəhətindən, həm də yəni, din cəhətindən bu qəbul olmaz bir haldır. Əgər təyin olubsa, hər hansı bir halla artıq biz onu eşitib itaat etməliyik. Siz sahabə tarixinə baxsaq, sahabələr dönəmində necə qan tökən başçıların olduğunu bilsəydiniz, yəni indiki başçılara görə heç bir zaman bunlar haqq yiyəndir və s. kimi sözlər işlətməzdiniz. Aydın, necə sahabələr soruşurlar ki, filan başçının arxasında namaz qılmaq olarmı? Deyirlər ki, biz deyik ki, necələrini görmüşük. Necələrin arxasında namaz qılmışıq. Aydındır. Ona görə məsələ Əhl-i Sünnə və Cəma ilə bidət əhlinin arasında olan bir firqədir. Arasında olan bir fərqdir. Kim eşitər, itaat edər Allaha asi olmayan şeylərdə və kimlərsə buna müxalif olar. Beləliklə biz onlarla bizim arasında olan fərqi belə bilirik. Biz heç bir zaman, heç bir halda qarşı çıxmağı, onun barəsində, yəni rəhbər barəsində artıq əksik danışılmağı sözlə, işarə ilə və yaxud ki, bunu edən kimsələri dəstəkləmək məqsədi ilə heç bir şeyə icazə vermirik. Mövzumuz da belə bundan ibarətdir ki, Bəbun fi salati xalfəl vulət. Əmr sahiblərinin arxasında namaz qılmaq. Əmr sahiblərinin arxasında namaz qılmaq. Belə təsəvvür edin. Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanının prezidenti idi, başçısı idi, öndəri idi, rəhbəri idi, imamı idi, düzdür? Və bu zaman o insanlar üçün öndər idi, başçı idi, imam idi. Və onun olduğu məqamda heç bir kimsə qabağa atılıb namaz qıla bilməz idi. Əslində bu deyək, əsl olaraqdan bu imamların, rəhbərlərin işi idi. İlk dönəmlərdə, İslamın ilk dönəmlərində. Ta ki bu Peyğəmbər sallallahu aleyhi və səlləm döməni davam etdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dünyadan köçüb Raşidi xəlifələr gəldi. Xəlifələr gəldi. Adında o xəlifələr də həmçinin bu ardıcıllığı davam etdirdilər. Rəhbər olaraqdan özlər namaz qıldılar. Sual verə bilərsən ki, axı başqa, məsəl üçün Şərqdə, Şamda, Qərbdə, məsəl üçün vilayətlər var idi. Orada necə? Yenə gedib Əbu Bakır orada mı? Yox. Orada yenə həmən başçının, həm Əbu Bakırın təyin etdiyi başçılar, əmr sahibləri orada imam olurdular. Və ya ki, Peyğəmbər sallallahu aleyhi və səlləm insanlar döyüşə getdi, ola bir komandir təyin edir. Və imamı da namazı da o qıldırır. Aydındır, ümumən insanlar ki, başçı təyin olunubsa, bizim vaxtımızda deyək imamlar. Yəni, onlar olan yerdə biz namaz qıldırmamalıyıq. Bir şərtdə ki, onlardan izin aldıqdan sonra. Mövzumuz da bunlar. Yəni, əmr sahiblər, xalfə, vulatul umur arxasında namaz qılmaq. Yəni görəsən buna müxalif olan kimsələr mi var ki, yəni bu hətta Əhl-i Sünnə və Cəmaanın rəyi olaraqdan kitabları yer alıb? Bəli. Xavariclər, nasibilər, kimi bəzi firqələr var ki, buna qarşı çıxırlar. Olmaz.
Çünki əslən onlar onu müsəlman görmürlər. Əslən onu əmir sahibi, rəhbər görmürlər. Nəinki qalxasın namaz qılsın. Və s. Yəni vücubu salat xalfə vulatil umur. Yəni bu sözdür, yəni mövzu, bəşlik bu fəsil, yəni onların arxasında namaz qılmaq vacib olmaz. Hansı namazlar? Fərq etməz. Yəni onun halı istər yaxşı kimsə olsun, istər günahkar kimsə olsun. Fələ yəcü tərku salati xalfəhum xilafən il-xavaric. Xavariclərə müxalif olaraqdan onların arxasında namaz qılınmaz, tərk olunmaz. Xavariclər onların arxasında namaz qılmaq tərk edirlər. Xavariclər onların əmr sahiblərinin arxasında namaz qılmaq tərk edirlər. Və mən sara bi seyrihim, həm xavaric və ya onların yolunda, eyni yolda gedən kimsələr buna müvafiqdir. İndiki zamanımızda da, ta o vaxtlar sahabə dönəmində də şəkilləri dəyişsə də, formaları dəyişsə də, adları dəyişsə də, etiqad etiqaddır. Aydındır, hökm hökmdür. Qala İmam Əbu Bəkir İsmaili rahimehullah və bəyanı mu'təqid əhl-i sünnə və cəmanın etiqadının bəyanı olaraqdan deyir ki, və yaravna salati el-cum'ate və qeyrihə cuma xassatan. Bu vulatul əmrin arxası, yəni əmr sahiblərinin arxası namaz dedikdə burada daha çox cuma namazları və cəmaatın daha çox toplaşdığı namazlar qəsd olunur. Cuma namazıdır, bayram namazlarıdır və s. Və yaravna salati əhl-i sünnə və cəmanın etiqadındandır ki, və yaravna salati vəl-cum'ate və qeyrihə cümə və başqa namazları onların arxasında namaz qılmağı vacib görürlər. Xalfə kullu imami muslimin, hər bir müsəlman əmrinin arxasınca. Fərq etməz, günahkarın birisidir və yaxud da ki, salih bir kimsədir. Buna fərq qoymaz idilər. Fə innəllaha əzzə və cələ faradəl cümətə və əmər bi itiyaniyyə. Çünki Allah Teala cumanı fərz qılmış və ona getməyimizi, səy göstərməyimizi Allah Teala bizə vacib etmişdir. Fardan mutlaqa, mütləq şəkildə istisnasız fərz etmişdir. Ma'a ilmihi ta'ala bi ennel qaimin yekunu ma'humul fâci vel fâsiq. Və Allah Teala'nın əzəli ilmindəndir ki, və Allah Teala bilir ki, İmamlar heç bir zaman Peyğəmbər sallallahu aleyhi və səlləm kimi imanı kamil olmayacaq. Bu elmini əsasən Allah Teala bilirdi ki, mən bunu Peyğəmbər dönəmində, Peyğəmbər imam olaraq da mən bunu əmr edirəm və Peyğəmbərdən sonra gələcək nəsillərdə bu öz kamilliyini salacaq aşağı. Bəzi insanlar çıxa bilər ki, fasiq olsun, günahkar olsun, zalim olsun. Amma ki Allah Teala hər bir halda bilərəkdən əvvəlki elminə dayanaraq Allah Teala hər bir kimsənin arxasında namazı getməmizi əmr buyurur. Yəni belə çıxır ki, o zaman Allah Teala bizə demişdir ki, namazı qılın ki, Peyğəmbər sallallahu aleyhi və səlləm kimi bir insan təyin olunsa, Allah Teala istisnası mütləq şəkildə və idə nudiyyə cuma namazına çağırdığı zaman gedin dedi Allah Teala. Orada istisna eləmədi. Mən kənə fəcirən, mən kənə asin. Allah Teala heç bir istisna eləmədi orada. Çünki Allah Teala'nın elmi olacaqları bilməsi əzəlidir. Olduqdan sonra bilmir. Bunu edən kimsə bilmədi, Allah Teala'nın bu mənada xəbərsiz olduğunu bildirdi və özlər xəbər etdilər ki, yox, bu facir kimsədir, bu asidir, bu zalimdir. Onun arxasında namaz qılmaq olmaz. Ayə müxalifdir. Na'am, farada cümətə və əmr bi itiyanihə. Fardan mutlaqa ma ilmi ta'ala ennel qaimin yekunu minhum fâci vel fâsiq. Yəni ona qılanlar bilir ki, Allah Teala əzəli ilmindən ki, onu qılacaq, gələcək nəsildəki qılacaq kimsələr fasik, zalim, qəddar kimsələr olacaq. Buna baxmayaraq Allah Teala nə dedi? Yekunu minhum fâci vel fâsiq. Na'am, və lem yestesni vaqtan duna vaqt. Allah Teala bir vaxtdan diğer vaxtı istisnasız qeyd etdi. Gedin. Çağırıldığı zaman gedin. Və əmara və la əmran bin nidəli cümə duna əmrin. Yəni cuma namazının müəyyən vaxtda, müəyyən zamanı istisnasız. Aydındır. Və qala Şeyxülislam İbn Teymiyyə rahimehullah Teala kânət sünnətu Rasulillahi sallallahu aleyhi və səlləm və səil xulefəir raşidin. Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsi olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsi olsun. Əvvəl və yaxud da ki, raşidi xəlifələrin sünnəsi olsun. Belə idi. Necə idi? Və mən sələkə səbiləhu min vulatul umur. Həm Peyğəmbərin, həm onun raşidi xəlifələrin və onların yoluna gedən insanların getdiyi yol belə idi. Necə idi? Fiddəvlətul Umaviyyə vəl-Abbasiyyə. Həm Öməvi dövlətində, həm Abbasilər dövründə də ənnə imamə yekunu imamən fi həzeynil aslini cəmiyyən salat və cihad. Cihadda, namazda təyin olunmuş imam namazları qılardı.
Bu həm Peyğəmbər dönəmində, həm sahabə dönəmində, həm Əməvilərdə, həm Əbbasilərdə bu qaçınılmaz bir hal edir. وَالَّذِي يَؤُمُّهُمْ فِي الصَّلَاةِ Onları namaz qıldıran bir kimsə يَؤُمُّهُمْ فِي الْجِهَادِ Həmçində onlara, məsəl üçün deyək ki, namaz qıldıran eyni kimsə cihadı da onları, cihada getdikdə onlara namaz qıldırardı. Həmən ki, komandirin arxasında namaz qılardılar. Çünki belə təsəvvür edin ki, əskərləri həvəsləndirən döyüş meydanıdır, hamı hüzünlüdür, hamı kimisə düşünür, arvad, uşaq, ana, ata hamısını düşünür. Bu zaman orada duran bir kimsə, nə namaz qılmayan, nə bir qeyri-adi bir kimsə, yəni namazın ibadətdən insanlar həvəsləndirən bir kimsə deyildisə, əlbəttə ki, arxadakilərin də ya bombadan qaçmaq qorxusu olacaq, ya da qabağa atılmaq bir həvəsi olmayacaq. Ona görə komandirlər imam olaraq da, imam bir mənadan öndər, qabaqçıl deyirlər, qabaqda gedən. Bu dindar, bir salih bir kimsədirsə, əlbəttə ki, onun insanlara çəlgini Allah üçün vuruşmaq, din, dövlət, torpaq, bunları yad ellərə vermək olmaz. Çünki bugün sən burada getmişsən, Allah sənə qədərib, səni ora təyin edib, gedibsənsə döyüşə, bil ki, sənin arxandakilər sənin səbəbi ilə rahat, xoş güzəran yaşayacaqlar. Amma ki, dur gəl, sən bunu belə bir şey olmaz, belə bir şey olmaz deyə, onda bir yaxınlarını düşmən əllərə və ya da gəlib götürsünlər, rahat yaşa. Yaşaya bilməzsən. Əmanət kimi, əminlik kimi, qardaş, yer üzərində nemətlər içərisində əminamanlıq kimi, yəni o bərqərar olması kimi ikinci bir nemət yoxdur. Fərz elə evindəsən, sənin anan, atan, bacın, qardaşın, yoldaşın, uşaqların, qızın, fərz heç kimsə gəlib sənin qapını döyüb, səni zorlamalığı gözlü kimi, heç kimsə gəlib sənin pəncərəndən baxıb sənə irzinə, namusuna söz atmır. Yəni bunun, əlbəttə ki, yəni bunu bölmək, bunu bizə çox gəlmək istəyən insanlar var. Ya birbaşa, ya da ki, dolayısı yolla da çatdırmaq istəyirlər. Bu əminamanlığı söküb dağıtmaq istəyirlər. Aydındır. Bunun da birinci səbəbdən birisi insanları rəhbərə qarşı qışqırtmaq, çağırtmaq, çıxartmaq. İlk dəfə bizə favda olur, yəni qarma-qarışıq olur. Baxmırıq, görmürük, qıraq-qıraq dövlətlərdə də. Başqa adlarla başqadır, başqa adlarla başqadır, nələrlə sonlandı. Bir əvvələ nəzər yetir, bir indiki zamana nəzər yetir. Kim uddu? Və kimlər uduzdu? Və kimlər necə tanındı? Aydındır. Yəni, sən heç bir zaman mükəmməl, kamil bir Peyğəmbər kimi, Əbu Bəkir kimi mükəmməl bir insanı axtarma. Nə təyin edibsə, ondan razı qal və ona görə Allah Teala şükür elə. يَؤُمُّهُمْ فِي الْجِهَادِ وَأَمْرُ الْجِهَادِ وَالصَّلَاةِ وَوَاحِدٌ Yəni, istər namaz olsun, istər cihad olsun. Ona təyin olan bir kimsəsi. İstər namaz, komandir olsun, cihada çağırır, ona tabi olmasan, həmçinin o vaxtı namaz qılır, ona tabi olmaz. Fil məqamı səfər və kən Nəbi sallallahu əleyhi və səlləm istəmələ rəculan aləl-bələd səfər məqamlarında ola bilər, səhər vaxtlarında ola bilər. Peyğəmbər sallallahu əleyhi və səlləm dövründə də olub da, dəfələrlə olub. Müəyyən bir kimsələri müəyyən iş arxasını göndərib, vəli olaraqdan göndərib, xəlifə olaraqdan göndərib filan dövlətlərə. Get. Aydındır. Və buna nəyə əmr edərdi? Məsəl üçün, buna misal olaraqdan Əttab ibn Useyd alə Məkkə. Mədinəli olaraqdan Məkkəni vəli olaraqdan, vəlisi olaraqdan onu vilayət vermiş ki, get orada başçı ol. Bu Osman ibn Əbil-As alə Taif. 100 kilometr qıraqdakı Taif şəhərində. Və ona başqa yerlərdə. Əmr sahibi təyin edirdi Peyğəmbər s.ə.v, vəli təyin edirdi, onları oraya göndərirdi və onun göndərməsi həm orada olan insanların əmr edər ki, özünə tabi olsun ki, mən Peyğəmbərin əmr etdiyi kimsəyəm və də imam namazları, xüsusən də ki, cuma namazından bayram namazları bu kimsələr qılardı. Və kənə huvəlləzi yusalli bihim. Və o kimsələr də onlar qılar. Sonra vaxt dönəm keçdikcə, bunlar artıq aradan çıxmağa başladı ki, indiki bizim dövrümüzə gəlib çatdı. Aydındır. Əgər başçı, rəhbər bizə döyüşə çıxmaq əmri verirsə və o da komandir olaraqdan kimsə təyin edirsə, biz həm ona itaat etməliyik, həm də ona tabi olmalıyıq. Get, get. Gəl, gəl. Dur, dur. Aydındır.
Çünki o, həmən ki, təyin olan kimsələr din cəhətindən dindəki o həddləri təyin edərdi. Filan şey haramdır, filan şey halaldır, istiftə eləyərlər, fətva soruşar, fətvaya cavab verər. Aydındır. Və qalə Muhammed ibn Əbi Zəmənin və min qovlə əhl-i sünnə və cəmanın əqvallarındandır ki, qövüllərindəndir ki, İnnə salatə cüm'ətə vəl-ideyni və ərafə mə'ə kulli əmirin bərrin əv fəciran minəs sünnəti vəl-haqq. Əhl-i sünnə vəl-cəmanın sözlərindəndir ki, cuma namazı, 2 bayram namazı, Arafa, yəni həcc, hər bir facir olsun, yəni günahkar olsun, salih bir kimsə olsun, onlarla bərabər namaz qılmaq, həcc etmək sünnədir və haqdır. Və innə mən sallə ma'ahum, kim onlarla təyin olunub, onlarla bərabər namaz qılarsa, thumma ədəhə, sonra onu öz iradına uyğun olaraqdan, öz düşüncəsinə, özündə müəyyən gəlib formalaşdırmalar var axı insanlarda. Ona nəzərən namazı qaytararsa, fəqad xaracə min cəmaəti min mada. Əvvəlki cəmaatına, əhl-i sünnə və cəmanın getdiyi yoldan çıxmış olar. Min salihis sələf hədihil ümmə. Bu ümmətin salih sələflərin yolundan, sələflərin yolundan xaric olmuş olar. Və zəlikə ənəllaha təbarəkə və teala qalə. Belə buna görə də Allah Teala buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu izə nudiyə lis-salati min yevmil cüm'əti fəssəb ilə zikrilləh və zərul əl-bey'ə. Ey iman gətirənlər! Siz cümə günü namaza çağırıldığı zaman namazı səy edin, gedin. Və alış-verişi tərk edin. Bu da sizin üçün daha xeyirlidir deyə Allah Teala buyurdu. Və qad alimə cəllə sənəhu. Allah subhanahu wa ta'ala bu ilmiyle bildi. Əvvəl dedim. Hinə iftarada aleyhim sa'i ileyhə. Allah Teala onları cuma namaza getməyi əmr etdiyi zaman vacibətən nidai ləhə, hansı ki onun nidasına vacib etməyi zərurət yaranır. Ənəhu yusallihə bihi min mucrimin vulati və fussaqihə mən ləm yəhşəlhə. Bizə heç birimizə gizli qalmayan həmən Allah Teala'nın o əmrini günahkar və yaxud da ki fasik, günahkar kimsələr qıldıracaq. Allah Teala bunu bilirdi. Buna rəğmən Allah Teala ümumən mutlaq şəkildədir ki, hər bir vaxtda, hər bir zamanda cümə namazına çağıldığı zaman fəs'au. Fələm yekun liyarfidə alə ibadihi ilə mələn yüczihi şuhuduhu. Allah Teala heç bir zaman insanlara onların getməsi, o şəhadəti qəbul olmayacaq bir şey Allah Teala heç bir zaman onlara əmr etməz. Və yaxud da ki, onlara qaydılar, yəni namazları səhih deyil, siz qaytarılması gərəkdirən bir şey Allah Teala onlara mütləq şəkildə əmr etməz. Əgər o ayə olsaydı ki, siz cümə namazı çağırdığı zaman ora səy edin, əgər o insanlar salih kimsələrdirsə, düzgün qılın, namazı qaytarmayın, əgər salih kimsələr deyilsə, namazı qaytarın. Deyilmir də belə bir şey. Aydındır. Bundan sonra gətirir ki, Abdülməlik rahimehullah ənəhu qalə fi təfsiri mə cəət fil ətər. Bu hədisin təfsirində deyir ki, İnnə salati cəizun vara kulli bərrin və fəcirin. Cümə namazı hər bir günahkar və salih hər bir kimsənin arxasında icazəlidir. İnnəmə yuradu bidəlik. Bundan deyir, murad budur ki, İmamullezî yuəddə ileyhi-t-ta'a. O imam ki, ona itaət vacib olunur. Onların arxasında fərz etməz, facirdir, günahkardır və ya ki, itaət salih kimsədir, qılınar. لأنه لو لم تكن صلاة وراء جائزة أو وراء استخلاف عليهم وخلفاء لما في ذلك نعم. Əgər ki bu icazəli olmasaydı Allah o deyir, həm də özünü təyin etdiyi kimsənin arxasında namaz qılmaq Allah bizə istisnasız vacib etməz idi. İstisna olmalıydı. Aydındır. Sonra deyir ki, məsələn o müxalif olan kimsələr var ki, əhl-i sünnə və cəma müxalif olan kimsələr vardır ki, məsələn ibadiyyə və murciyə və qədəriyyə fələ bəsə bis salati xalfahu aydan. Həmçinin onların arxasında namaz qılmaq deyir, icazəlidir. Və qal Abdülməlik rəhməlləhu vəllədə aleyhi əhl-i sünnə. Bu rəyin üzərində əhl-i sünnə və cəma durduğu rəylərdəndir. Hədə rəsən sahib, bu səhih əsədir. Qal İbn Əbil-İz rəhməlləhu teala və qəddələtən nususul kitab və sünnə icma' sələf ümmə. Kitab, sünnə, sələflərin icması buna dəlalət edir ki, ənnə vəliyyəl əmri və imamə salati vəl hakimə və əmirəl harbi
وعامل الصدقة يطاع في مواد الاجتهاد وليس عليه أن يطيع أتباعه في مراد الاجتihad بل عليه طاعته في ذلك. Deyir ki, təyin olunmuş hər bir kimsə, əmir sahibləri, namazda qılınacaq təyin olmuş imam, hakim, komandir, sədəqələ, yəni zəkət üçün ayrılmış kimsələrə olan itaat. Gəlib məsəl üçün kimsə gəlir ki, mənə peyğəmbər və yaxud əmir sahib mənə əmr edib ki, sən sədəqələ yığmalısan. Bu kimsəyə də həmçinin itaat olmalıdır. Filan mənə verməlisən, mən götürüb filan kimsəyə verməliyəm. Buna itaat lazımdır. Bu kimi ictihad gərəkən yerlərdə də sən öz ictihadına uyaraqdan mən itaat etməm deyilməz. Yenə də sən onlara tabi olmalısan. Çünki öz rəyini onların rəyinə görə tərk eləməlisən. Onların rəyini üstün görməlisən. Bir hədisdə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ki, o əmir sahiblər təyin olur. Bəlkə namaza naqislik eləyirlər, bəlkə namazın vaxtını uzatırlar. Bəzən dəstəmazı namaz qılırlar xəta ilə. Deyir ki, bu xüsusda Peyğəmbərimiz yusalluna lakum fe in asabu falakum və lahum və in axtau falakum və aleyhim. Deyir ki, əgər sizə ona namaz qıldırsalar, sizin üçün namaz qıldırırlar. Əgər isabət etsələr, düz qıldırsalar, həm sizə əcr var, həm onlara əcr var. Əgər xəta etsələr, sizə əcr var, onlara isə günah var, əcr yox. Səhih hədisdir. Ola bilsin ki, xəta olaraqdan bir müəyyən namazda edə bilər və ya hər hansı bir halda. Siz onun hansında namaz qılın. Xatası ona, yenə isə savab var. Aydındır. Başqa bir rivayətdə deyilir ki, An Səvar ibn Şəbib qalə Həcce Necdetul Haruri fi ashabihi fəvada'a ibn Zübeyr fəsallə hədə bin nəti yevmən və leylətən və hədə bin nəti yevmən və leylətən fəsallə ibn Umar xəlfəhumə. Xavariclərdən olan, Haruriyyələrdən olan Necdetul Haruriyyə həcdədir ki, namaz qıldır. Bir gün o qıldırdı, bir gün başqası qıldırdı. Fəsallə ibn Umar xəlfəhumə. İbn Ömər həm Zübeyrin, İbn Zübeyrin və həmçində Necdetul Haruriyyənin arxasında namaz qıldı. Biri xavaric, birisi yox. Fə'təradahu racul. Bir kimsə buna etiraz edir. Fəqalə ya Əbə Abdurrahman Ət-tusalli xalfə Necdətəl Haruri. Sən ki, Necdətəl Harurinin arxasında namaz qılırsan, qali İbn Umar, İzə nədu hayyə aləl xeyr əl-əmələ əcəbnə. Əgər bizi xeyri əmələ çağırsalar, icabət edərik və bizə qətlə, insanları öldürməyə çağırsalar, səsimizi çıxartmarıq. Aydındır. Yəni, namazı qaytarmarıq. Və qala Şeyxülislam İbn Teymiyyət rahimehullah təala və mimma yedullu alə enne sahabe lem tukaffiru xavaric. Buradan bizə bəlli oldu ki, sahabelər xavaricləri təkfir etməz idilər. Ennehum kanu yusalluna xalfəhum. Onların arxasında namaz qılardılar. Necdetul Haruri. Və kana Abdullah ibn Umar və qeyruhu minəs-sahabə. Abdullah ibn Umar və başqaları yusalluna xalfəl Necdetul Haruri. Onun arxasında namaz qılardı. Və kana ayən yuhaddisunhum və yuftunhum və yuxatibunhum. Onlarla danışar, onlar da gəlib bundan soruşarlar, onlara xitab eləyərdi. Danışarlar, adi insan gibi. Xavaric deyib, boynuzlar yoxdur ki. Kəm yuxatibul muslimul muslimin. Muslimul muslimə. Bir müsəlmana xitab edir ki, bunu xitab edir. Kəmə kənə Abdullah ibn Abbas yucibu Necdetəl Haruri ləmmə ərsə iləyhi yəsəluhu anil məsələ. Necə ki, Necdetəl Haruri İbn Abbasdan müəyyən bir məsələ barəsində soruş, bir kimsə göndərir ki, get İbn Abbasdan soruş, onun sonra cavab verərdi, o da gedərdi. Və hadisuhu fil Buxari. Yəni bu şeylər hamısı Buxari keçir. Və kəmə əcəbə Nafi ibn Əzraq ən məsələl məşhura. Və kənə Nafi yunadiru fi əşyəi bil Qur'an kəmə yunadiru bil muslimani. Yəni onunla deyir ki, bir müsəlman necə münazirə eləyərsə Qur'anda, onunla deyir münazirə eləyərdir. Sonra gələn rivayətdə Anil A'maş qala kana kibar ashabi Abdullah ibn Abbas yusalluna el-cum'ata ma'al muxtar və yəhtesibunə bihə. Əl-Əməş deyir ki, Abdullah ibn Abbasın böyük sahabələrindən, yəni onun böyük alimlərindən, tələbələrindən, misal üçün, Əbu Vail kimi böyük ulamalar, Muxtar kimi İbn Əbi Ubeyd, Əs-Səqafi, Kufənin vəlisi, onun kimi insanlar arxasında deyil, namaz qılarlar. Və elə düşünər, elə bir ihtisab elərlər ki, savabı Allahdan umar. Namaz qılarlar və savabı Allahdan umardılar. Lakin bəsən qaddər və yaxud və s. kimi insanlar olur. Hədisdə, yəni bu rivayətdə səhihdir. Səəltul Həsənə
El-Hakem ibn el-Atiyyə der ki, Səəltul Həsən ibn Basri. Həsən Basri'dən soruşdum. Dedim. Raculun minel xavaric yu'amminu nusalli xalfə. Xavariclərdən bir kimsə insanlara namaz qıldırır. Mən də onların arxasında, onun arxasında namaz qılım mı? Qalə. Sizcə nə deyər? Naam. Bəli qıl. Bəli qıl. Qad əmmən nəsə mən huve şərrun minhu. Qad əmmən nəsə qad şərrun minhu. Artıq insanlara onlardan daha şərli insanlar imamlıq edibdir. Bu hələ harasıdır? Bu mənada. Əsərun həsən. Naam. An İbn Vaddah qala Səəltu Haris ibn Miskin. İbn Vaddah deyir ki, Haris İbn Miskindən soruşdum. Həl nədə'u salata xalfə əhlil bid'a? Bid'ah əhlinin arxasında namaz qılmağı tərk eləyək? Fəqalə əmməl cüm'əti xassatan fələ. Xass olaraqdan cümə namazı yox. Olmaz. Tərk etməyin. Və əmmə qayruhuma min salati fənam. Amma ki, yerdə qalan başqa namazda tərk oluna bilər. Hansı ki, onun bid'ətləri mükəffiradır. Və qalə İbn Vaddah Səəltu Yusuf İbn Adi ən təfsiril hadisi Nəbi sallallahu aleyhi ve sellem xalfə kulli bərin fəvəccirin. İbn Vaddah deyir ki, Yusuf İbn Adi'dən Peyğəmbər sallallahu aleyhi ve sellem xalfə kulli bərin və fəcir. Hər bir fasik və salih kimsənin arxasında namaz qılmaq hadisinin təfsir barəsində soruşdum ki, qalə əl-cümmətu xassatan. Bu xassatan cümə namazı və in kənəl imamə sahibi də əgər də ki, qıldıran imam bidət sahibidirsə, qalə naam, qıl. Və in kənə sahibi bid'atin li'annəl cümətə fi məkanin vahidin leysə tucə fihi qeyri. Çünki namaz elə bir namazdır ki, başqa namaz kimindir? Zöhrü kimi deyil də. Burada qılmasan ki, başqasını qıla bilərsən. Amma cümə ki, başqa burada qılmasan, başqa yerdə yoxdur da. Onun üçün cümə namazı tərk olunmaz. Bununla mövzu sona çatdı. Allah subhanahu wa ta'ala bizləri eşitib faydalanlardan etsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi. Gələn dərsimizdə isə bəbu dəf zəkat iləl vulat. Əmin sahiblərinin zəkatların verməsinin vacib olması.